yeni yetmə uşaqlar, balaca az yaşlı uşaqları təlim, tərbiyə etmək, onları düz yola yönləndirmək çox rahatdır. Niyə? Çünki onların belə deyək, qəlbi, ruhu hələ heç nə yazılmamış ağ kağız kimi tərtəmizdir. Onları hər nə desən, onu hər nə ilə doldursan, o şəkildə də formalaşacaq. O uşaqları düzgün tərbiyə etsən, düz yola, səhv tərbiyə etsən, səhv yola yönələcək. Elə ona görə də bəzi yaşlı insanları adət etdikləri pis və bəyənilməz xasiyyətlərindən uzaqlaşdırmağın çətin olmasının səbəbi elə budur ki, o insanlar öz ağ kağızlarını bir ömür boyu günah və bəyənilməz pis əməllərlə qaralayıblar və bu günahların nəticəsində də formalaşıblar. Ona görə də bəzi vaxtlarda o bəzi yaşlı insanları o səhv və batil düşüncələrindən və əməllərindən çəkindirmək bəzən qeyri-mümkün olur. Niyə? Çünki o zehinlərində olan səhv və batil düşüncələrdən əl çəkmək, əl götürmək bunlar üçün çox çətindir. Çünki o ağ kağızlarını ancaq bu cür səhv və yanlış şeylərlə doldurublar və onu yenidən təmizləmək elə də rahat, elə də asan bir iş deyil.